اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ashabil Hüseyin. Furqan suresinin 74. ayesinde müminlerin en güzel dualarından biri zikr olunur. Bismillahirrahmanirrahim. وَالَّذ۪ينَ يَقُولُونَ O kəslər ki deyirlər. Rabbena hablana min azvacina ve zurriyatina qurrata a'yun. Ey Rabbimiz bize hayat yoldaşlarımızdan ve övladlarımızdan göz aydınlığı bəxş etkinə. Göz aydınlığı, göz sevinci əta etkinə. Bu şərif ayədə qurrata a'yun ifadəsi təkcə göz aydınlığı mənasını vermir. Daha çox dərin və incə mənaları əhatə edir. Gəlin bir yerdə bu ifadəyə nəzər salaq. Ayədə qurrə aydınlıq, əyun göz. Göz aydınlığı. Qurrə ərəb dilində lüğəvi olaraq iki mənası var. Birincisi əl-bərd, soyuqluq, sərinlik. Deyiləndə ki, qurratu əyun, gözün aydınlığı, əslində gözün sərinliyi, gözün soyuqluğu. Sual yaranır ki, sərinlik ilə gözün nə əlaqəsi var? Cavabı budur ki, insanın sevinç gözyaşları soyuq olur. Amma qəmdən, qüssədən, kədərdən tökülən gözyaşları isti və yandırıcı olur. Qur'an-ı Kərimin fəsahət və bəlağət tərəfindən olan bir möcüzəsidir. Sevinç gözyaşları soyuq, amma kədər gözyaşları yandırıcı və istidir. Gözün sərinləməsi, yəni gözün sevincinə səbəb olan şey, gözün fərəhinə səbəb olan mənasını verir. Deyiləndə ki, qarrət aynukə, gözün aydın olsun, yəni gözün sərin, yəni sevincli olsun, fərəhli olsun. Bu bir. İkinci mənası istiqrardır. Qurrə kəlməsinin. Rahatlıq tapma, bir yerdə, bir məkanda qərarlaşma, sabitlik. Qarrət aynukə, gözün aydın olsun, yəni qəlbində arxayınlıq və rahatlıq baş versin. Qəlbin huzur dolu olsun. Sabit və əminamanlıqla olsun. Bizim dildə də elə gözün aydın olsun, bu iki mənaya gəlir. Bax, bu mənalara görə gözün aydınlığı əsasən iki ünsürü birləşdirir. Birincisi, qəlbin əminamanlığı, sabitliyi və ya rahatlığı. İkinci də sevinç, fərəh. Deməli, gözün aydınlığı elə bir varlıqdır ki, onun mövcudluğu ilə insan qəlbində rahatlıq tapır, həm də daxili sevinç qazanır. Gözün aydınlığı ona daxilən fərəh bəxş edir. Məsələn, əgər bir əzizimiz, sevdiyimiz bir şəxs səfərə gedərsə, qəlbimizdə bir narahatlıq yaranır. Görəsən onun səfəri necə keçəcək, səfərdə vəziyyəti necə olacaq, görəsən sağ-salamat qayıdacaqmı ya yox, qəlbən narahatlıq keçiririk.
Elə ki o səfərdən qayıtdı gəldi, artıq qəlbimizdə olan narahatlıq getdi, yerinə rahatlıq gəldi. Huzur gəldi. O zaman sənə deyiləndə ki, qarrət aynuka, gözün aydın olsun, yəni onun qayıdışı ilə gözün aydın oldu. Qəlbin rahatlıq tapdı. Və yaxud bir insanın övladı dünyaya gələndə həmin şəxs sevincli olur. Çünki övladın dünyaya gəlişi özü bir sevinc mənbəyidir. O insan qəlbən fərəh keçirdir. Ona deyiləndə ki, qarrət aynuka, gözün aydın olsun, yəni qəlbin sevincli olsun ki, o sevinç gözlərində əks olunsun. Allah-u Teala ki buyurur Quran-ı Kərimdə, o kəslər ki deyirlər bizə zövcələrimizdən və övladlarımızdan göz aydınlığı verginəm. Yəni ətrafımızda övladımız, zövcəmiz bizim qəlbimizə rahatlıq bəxş eləsin və bizim gözümüzün sevinci olsun ki, biz onlara baxanda sevinək. Onlara baxanda fərəhlənək. Allah-u Teala o ayə işığında dualarımızı müstəcab eləsin. Deməli, gözün aydınlığı iki ünsürü birləşdirdi. Qəlbin rahatlığı və qəlbin sevinci. Gəlin, hər birinə ayrılıqda nəzər salaq. Qəlbdə olan aramlıq, əminamanlıq, stabillik. Hər bir insan təbiəti etibarilə çətinlikdən və qorxu qarşısında narahatlıq keçirə bilər. Fitrətən insan belədir. Mahiyyət etibarilə hər bir insan qorxu qarşısında, çətinlik anında narahatlıq keçirir. Quran-ı Kərimdə də buna aid ayə var. Məaric surəsində. Allah-u Teala buyurur, İnnəl insənə xuliqə həluə. Həqiqətən insan həris və tamahkar və yaxud bir mənası dözümsüz yaradılıbdır. Necə? Arxasıca Rəbbimiz buyurur, İzə məssəhu şər, elə ki ona bir pislik yetişdi, cəzuə, fəryad eləyər, dözümsüzlük göstərər. Bizdə deyərlər, saçını başını yolar. Bu ayə insanın təbiət etibarilə qorxu və çətinlik qarşısında narahatlıq keçirməsinə bir dəlildir. İnsan ölümdən, xəstəliklərdən, təbii fəlakətlərdən, zalimlərin və güclülərin zülmündən qorxur. Təbiət etibarilə hər bir şəxs qorxur. Amma ən çox qorxduğu nədir? Ən çox qorxduğu varlığının və həyatının yox olmasıdır. İnsan daha çox bundan qorxur. Yaxşı, hansı həyatının yox olmasından qorxur? Burada deyərik ki, insan həyatı iki yerə ayrılır. Fərdi həyat və sosial, yəni ictimai, cəmiyyətdə o birgə yaşayışı ilə olan həyatı. Fərdi həyat bəllidir. Kimisi 50 yaşına qədər, kimisi 70, kimisi 80. Allah-u Teala nə qədər onun üçün ömür biçibsə, o qədər yaşayacaq və bir gün mütləq öləcəkdir. Rəbbinin huzuruna qovuşacaqdır. Hər bir insan bunu fikirləşir, bilir. Qorxu sosial həyatındandır. Onun yox olmasındandır. Yəni, görəsən, onun varlığını, o dünyasını dəyişəndən sonra yaşadan olacaq ya olmayacaq. İnsan hər zaman belə bir narahatlıq keçirdi ki, görəsən, öləndən sonra övladları necə olacaq? Yaxşı olacaq ya pis? Görəsən, övladları o öləndən sonra onun xatirəsini yaşadacaqlar ya yox? Görəsən, o dünyasını dəyişəndən sonra insanlar onun barəsində yaxşı deyəcəklər ya pis? Bax, buna deyirlər sosial həyat. İnsan bu həyatının yaşayıb yaşamamasından
istədiyi kimi olub olmamasından narahatlıq keçirdir. Amma əmin olsa ki, onun zövcəsi, onun övladları, onun gözünün aydınlığıdır, bu narahatlıq aradan gedər. Əgər Allah insana dinini və əxlaqını qoruyan, həyatını şuurlu şəkildə quran bir salih övlad nəsib eləsə, ki, o öləndən sonra onun üçün dua eləyəcək, onun, necə deyərlər, xatirəsini yaşadacaq, o zaman keçirtdiyi narahatlıq aradan gedir, qəlbində rahatlıq yaranır. Bax, buna deyirlər qurratu a'yun, gözün aydınlığı. Axı, gözün aydınlığının bir mənası nə idi? Qəlbin rahatlığı. Artıq o insanın qəlbi narahat deyil, rahatdır. Bilir ki, o özündən sonra salih bir övlad qoyub gedəcək ki, onun həyatını yaşadacaq. Onun varlığını yaşadacaq. Buna deyərlər qurratu a'yun, gözün aydınlığı. Allah-u Teala hər birimizə bu nemətdən əta eləsin. Amin. Artıq insanın gələcək nəsli ilə bağlı qorxuları yox olur, yerini qəlb rahatlığına verir. Baxın, Resul-i Ekrem sallallahu aleyhi və aleyhi və səlləm nə buyurur? İzə mətə ibn Adəm, elə ki, Adəm övladı dünyasını dəyişdi, inqata'a əməluhu, onun əməli kəsilər. Nə dünyada icra eləmişdisə, onunla baş-başadır. İllə min fələs, yalnız 3 əməl istisna olmaqla onun əcri kəsilmir. O öləndən sonra da savab davam edir və ona çatır. Hansıdır o 3 şey? Birincisi, sadaqatun cariyə. Sədəqə-i cariyə. Cari sözünün mənası axar deməkdir. Yəni, davamiyyəti olan sədəqə. Əcri kəsilməyən sədəqə. Elə sədəqə var ki, o yerindəcə onun əcri verilir. Bir fəqirə 1 manat pul verirsən, əcri nədirsə sənə yazılır və bitdi. Amma elə sədəqə var ki, onun əcri yazıla gedir. Öləndən sonra da ölən şəxsə davam eləyir əcri. Məsələn, məktəb tikibdir və yaxud bulaq çəkibdir, quyu qazıbdır, körpü tikibdir. O körpüdən insanlar istifadə elədikcə, o bulağın suyundan su içildikcə, onun əcri, savabı həmən ölən şəxsə yazılır. Buna deyirlər sədəqə-i cariyə, davamiyyəti olan sədəqə. İkinci isə ilmun, o elmdir ki, yuntafa'u bihi, cəmaat hələ də ondan faydalanır. Alimdir, kitab yazıb qoyub, kitab vasitəsilə cəmaat elmindən faydalanır. Xətibdir, xütbələr oxuyub, dünyasını dəyişəndən sonra da yenə də cəmaat onun xütbələrindən faydalanır. Hər hansı bir elmi əsər yazır, dərs keçibdir. Buna sədəqə-i cariyə deyirlər. Alim ölsə də belə savabı yazılır ona. Üçüncü nədir? Vəladun salih. Salih övladdır ki, yəd'u ləhu. Atasına, valideynə dua edir. Bax, belə bir övlad gözün aydınlığıdır. Ki, insan qəlbində rahatlıq tapır ki, mən öləndən sonra axirətin o çətin mərhələlərində belə öz ardımdan mənə dua edən bir övlad qoyub gedirəm. O övlad gözün aydınlığıdır. İkinci ünsur nə idi? Qəlbin sevinci. Gözdə əks olunur. Göz sevinci. Göz aydınlığının bir mənası göz sevinci deyirlər. Gözündə fərəh var şəxsin. İnsan ümumiyyətlə fitri olaraq narahatlıq keçirdiyi kimi eyni zamanda gözəlliyi də sevir. Hər bir insan sima gözəlliyini sevir, səsin gözəlliyini sevir. Gözəl əxlaqı və xisləti, xüsusiyyətləri sevir. Fitri olaraq bu hər birində var. İnsanın da öz ailəsi onun cəmiyyət içindəki libası və bəzəyidir. Baxın, ayə nə buyururdu? İlahi,
zövcələrimizdən və övladlarımızdan bizə göz aydınlığı ver. Övladlarımıza da baxanda sevinək. Zövcələrimizə də baxanda sevinək. Övlad, zövcə bir ailədir. Və o ailə sənin cəmiyyətdəki, cəmiyyət içindəki libasın və bəzəyindir. Allah-u Teala nə buyurur? Hunna libasul lakum və entum libasul lahum. Zövcələr sizin libasınızdır, siz də öz zövcənizin libasısınız. Əgər insanın həyat yoldaşı və övladları gözəl əxlaqı, dindarlığı və xüsusiyyətləri ilə cəmiyyətdə seçilirsə, deməli insan mənəvi cəhətdən gözəlliyə bürünmüşdür. O gözəllik onun qurratu a'yun, gözünün aydınlığıdır. Bir nəfər Resul-i Ekrem sallallahu aleyhi və səlləmin yanına gəldi. Dedi, ya Resulallah, mənim elə bir zövcəm var, elə bir həyat yoldaşım var ki, evdən çıxanda məni yola salır. Evə gələndə məni qarşılayır. Məni qəmli görəndə soruşur ki, niyə qəmlənirsən? Ruziyə görədirsə, onu Allah sənə zamin durub da ruzuna. Yox, əgər Allaha görə qəm çəkirsənsə, Allah sənə dərdini artırsın. Gözəl bir şey daha. Yəni Allaha görə, axirətə görə qəm çəkirsənsə, Allah sənin dərdini artırsın. Resul-i Ekrem bunu eşidəndə həmin şəxsə buyurdu ki, bəşşirhə bil cənnət. Get xanımına muştuluq ver cənnəti. Ona cənnəti muştuluq ver. Bu xanım o şəxsin nə idi? Qurratu a'yun, gözünün aydınlığıdır. Çünki həmin şəxs o xanımına baxanda həm qəlbi rahatlıq tapır, həm də daxili sevincə qərq olur ki, qəlbində olan o fərəh onun gözündə əks olunur. Həqiqi gözəlliyi də budur. Allah Resulü buyurur başqa bir hədisində ki, bir müsəlman İslamdan sonra, İslam bir müsəlman üçün ən faydalı bir şeydir. İslamdan sonra bir müsəlman üçün ən xeyirli, faydalı olan nədir? Onun zövcəsi ki, ona baxanda şad olur. Onu fərəhləndirən zövcə, onu şad edən zövcə. Yoxluğunda da onun namusunu və malını qoruyan bir zövcə. Resul-i Ekrem buyurur ki, kimin belə bir zövcəsi varsa, hansı müsəlmanın, İslamdan sonra ən xeyirli, ən faydalı şey elə odur. Niyə? Çünki Qur'an təbirincə desə, o qurratu a'yundur, gözün aydınlığıdır. Orada həm qəlb rahatlığı var, həm qəlb fərəhi var, sevinci var. Gözəllik elə təkcə zahiri görkəmdə deyil ki, bəzən zahirən çox gözəl olan bir qadın pis rəftarı ilə həyat yoldaşının gözündə dəyərsizləşə bilər. Əsl gözəllik xoş rəftardadır, əxlaqda və şəfqətdədir. Belə bir xanım sima cəhətindən gözəl olmasa da, o həyat yoldaşının gözünün sevincidir, qəlbinin isə rahatlığıdır. Həblənə min əzvacina və zurriyyətinə qurrata a'yun. Ona görə Allah-u Teala'nın xas möminləri, xüsusi möminləri, Allah-u Teala buyurur ki, belə dua eləyənlər, ilahi zövcələrimizdən və övladlarımızdan, nəslimizdən, zürriyyəmizdən bizə göz aydınlığı verginə. Allah-u Teala xanım Rüqəyyə salamullah əleyhaya xatir bizə də göz aydınlığı versin. Amin. Müttəqilərə imam, ümmətin mənəvi atası Həzrət İmam Hüseyin əleyhissalamın da bir gözünün aydınlığı var idi. Ona baxanda qəlbi rahatlıq tapardı. Ona baxanda üzü gülərdi, sevinərdi. Gözünün aydını olan xanım Rüqəyyə salamullah əleyha idi. Gəlin üzümüzü tutaq Kərbəlaya, Aşuradan sonraki Şam əsirliyinə və Şamın o qaranlıq viranəsinə. Orada İmam Hüseyin əleyhissalamın gözünün fərəhi var. 3 yaşlı
balaca qızı xanım Rüqəyyə salamullah əleyha. Orada İmam Hüseyn əleyhissalamın qəlbinə huzur verən bir qızı var. Amma o qız orada necə gözü aydın olsun ki, onun əmin-amanlığı aradan gedibdir. Onun gözünün sevinci olan atası yanında yoxdur. Bir ata evdən çıxanda qızı onu gözləyər. Elə ki, atası gələndə qızın narahatlığı aradan gedər, rahat olar qəlbi. Qızın qəlbi fərəhlənər, sevinər. Amma İmam Hüseyn əleyhissalam xanım Rüqəyyənin yanına hansı halda gəldi? Xanım Rüqəyyənin o xarabalıqda, o viranədə nə huzur ola bilər? İmam Səccad əleyhissalam 3 dəfə ki dedi Şam, Şam, Şam. O 3 dəfə deməyinin səbəblərindən də biri buydu ki, bizi elə bir xarabalıqda qərarlaşdırmışdılar ki, gecələr soyuqdan üşüyürdü, gün ortalar başımıza gün düşürdü. O xarabalıqda xanım Rüqəyyənin hansı huzuru olsun, nə gözünün aydınlığı olsun. Gecənin bir aləmi oldu, xanım Rüqəyyə qəfildən yuxudan diksinə bayıldı. Yuxuda İmam Hüseyni atasını göründü. Ağlaya-ağlaya ətrafa baxdı, gördü atası yoxdur. Dedi, Bibican, hamı xanım Zeynəbə bax. Hamı xanım Zeynəb salamullah əleyhadan soruşur. Ona görə İmam Zabın ağa deyir ki, ağlayanda Bibim Zeynəbə ağlayır. Nə qamçı qalxırdı, xanım Zeynəb verirdi özünü o qamçının altına. Allah bilir ki, xanım Rüqəyyədən ötürü nə qədər qamçı dəyib xanım Zeynəb. Dedi, Bibican, atam Hüseyin hardadır? Bibican, indi mən yuxuda atamı gördüm. Gördüm ki, məni qucağına alıbdı. Xarabalıqda xanım Rüqəyyənin bu hüzünlü səsini, bu kədərli səsini eşidəndə bütün qadınlar dözmədilər, ağladılar. Elə bir orada fəryad qopdu ki, xarabalıqda olan o səs Yezid Məlunun sarayına çatdı. Soruşdu ki, bu nə səsdir? Dedilər, xarabalıqdan gələn bu ağlamaq səsi Rüqəyyə, Hüseynin qızı Rüqəyyənin səsidir. Niyə ağlayır bu cürdə? Dedi, atası üçün darıxıb, onu istəyir. O zalim orada bəşəriyyətin ən ağır zülmünü elədi. Dedi, aparın atasının kəsik başını qoynunun qabağına, bəlkə sakitləşsin. Deyirlər, Hüseynin başını qoydular bir tabağa, üstünü bağladılar, gətirdilər xarabalığa. Gətirdilər xarabalığa, xanım Rüqəyyə elə bildi ki, yeməkdir, təamdır. Dedi, mən atamı istəyirəm, mən sizdən yemək istəmirəm ki. Dedilər, aç bu tabağın qapağını, atan oradadır. Xanım Rüqəyyə o örtüyü qaldırdı, gördü ki, atasının mübarək başı. Amma o kiçik qız qorxmadı. Qorxmadı, ürkmədi. Gördü atasının nurlu çöhrəsi qanla, toz torpaqla boyanıb. Gördü İmam Hüseynin dodaqları susuzluqdan çatlayıb. Gözlərindən öpdü atasının, öz göz yaşları ilə atasının qanını yumağa başladı. Mübarək alnından öpdü, gözlərindən öpdü. Dedi, ya əbəta, atacan, kim səni belə öz qanına boyayıbdır? Ya əbəta, atacan, sənin boğazının damarlarını kim kəsibdir? 3 yaşlı qızın dediyi sözə baxın. Atacan, kaş mən öləydim, səni bu halda görməyəydim. Ya əbəta, atacan, əlləzi eytəməni alə siğəri sinni. Kim məni bu kiçik yaşında yetim qoydu? Elə bu sözləri deyə birdən səssizlik yarandı. Xanım Zeynəb salamullah əleyha yaxınlaşdı, gördü, uşağın ürəyi dözmürdü. İmam Səccad əleyhissalam deyir ki, qoymadılar Şamın o qəbristanlığında dəfn eləyə xanım Rüqəyyəni. Gətirdi, elə o xarabalıqda yer qazdı, qəbir qazdı. Dəfn elədi xanım Rüqəyyəni. Bibim Zeynəb daxil oldu qəbrə. Səssizlik yarandı bir. Dedim, görürsən, bibim Zeynəb niyə qəbirdən çıxmır?
Yaxınlaşdım, gördüm ki bibim Zeynep uşağı qucaqlayıb deyir Ayşinrin qamçıları altında. Ayşinrin qamçıları altında yorulan balam. Ay acından, suzundan rengi saralıb solan balam. Əl-alə